Və imtahanda istifadə edəcəyim ingilis dili, buranı yazıram. Bir dəfə yazılır bunlar. Hər imtahan üçün yazıram, onu deyim. Enterə bastıq. Rus dili və tutaq ki, alman dilindən mən imtahanlarda xarici dillərdən istifadə edə bilərəm. Və gördüyünüz kimi yaratdığımız binanın bütün otaqları gəlir. Əgər mən bütün otaqlarına yazacağamsa, bunu hamısını seçə bilərəm və ya tutaq ki, cəmi 2 otağından istifadə edəcəm deyirəm. 2 otağı da seçə bilərəm. Mən hal-hazırda hamısını seçdim və bu imtahanı yaratmış oldum. Bura qədər qeydiyyatçının işidir. Hər bir imtahan üçün belə deyim, artıq binalar bir dəfə yaradılır. Adətən ilin əvvəlində yaradılır. Ondan sonrasını, yəni sadəcə imtahan yaradırsan, vəssalam. Deyək ki, qeydiyyat aparmaq istəyirəm. Məsələn, hansı imtahana, blok 1 imtahanına qeydiyyat aparmaq istəyirəm. Mən öz qızımın adını, familiyasını yazmışam. Adı Valih, qrupu deyək ki, 1-ci qrup, 11-ci sinif və ya nə bilim 10-cu sinif. Alt qrup varmı? Yox verə bilərəm. Özünüz əllə də yaza bilərsiniz. TCRI. Deyirəm ki, alt qrup yoxdur və qadındır. Telefon nömrəsi, valideyn telefon nömrəsini adətən götürürlər. Və xarici dil. Nəsə xarici dili biraz əvvəl biz standart imtahanlarda istifadə edəcəyimiz dilləri seçdim. Deyək ki, ingilis dilindən imtahan verəcək. Əgər bu qeydiyyatda elədiyiniz şagird kurs şagirdi olarsa ki, tək-tək kimsə hansısa seçə bilməyiniz üçün, sonra filtr verə bilməyiniz üçün kurs şagirdini işarətləyə bilərsiniz. Əgər deyilsə, kurs şagirdi deyilsə, kənar şagird deməkdir. Fikir verirsinizsə, burada binada istifadə edəcəyiniz imtahanda otaqlar var. Siz bunu bir-bir seçə də bilərsiniz. Deyək ki, A otağına 2001-ci otağa, 2001-ci otağa və bir də belə bir şey var. Deyirsiniz ki, optimal yerləşdir. Optimal yerləşdirmədə belə bir şey var. Otaqlar taranır və eyni sinif və qrupdan 45%-in üstündədirsə o otağa yazmır. Yəni şagird sayı, o otaqda olan şagird sayı 45%-in üstündədirsə o otağa yazmır. Digər otağa keçir. Heç bir otaqda artıq hamısında 45%-in üstündədirsə, o zaman sizə uyarı verir ki, özünüz əllə yerləşdirin. Yəni artıq sizin qərarınızdır. Amma optimal yerləşdirmədə özü gəlir, ilk otağı tapır, ora yerləşdirir. Və mən qeydiyyat elədiyim anda uşağın karnesi və iş nömrəsi hazırdır. Burada yükləyə də bilirsiniz, çap verə bilirsiniz. Çap verəndə bir şey görəcəksiniz. Biz başda rəngi fərqli seçmişdik, fikir vermişsinizsə. A5 ölçüsündə, hal-hazırda A5 kimi görsənmir, kənar çıxır. Ona görə ki, bu A6 A5 ölçüsü vermişdik, səhv eləmirəmsə. Bir dəqiqə baxaq istəyirsiniz. A5 ölçüsündə vermişdik. Buraxılış vərəqəsi və iş nömrəsi hazırdır. QR kod nədən ötürədir? QR kodda burada QR kodu oxutduqda da bu iş nömrəni görə bilir. Kənar şagirddir, qadın ingilis dili print verə bilirsiniz. Bu bir. Yəni bu qeydiyyatdır, artıq qeydiyyatdır. İstənilən vaxtı bu uşağı axtarıb tapa bilərsiniz. Deyək ki, Əzra idi qızımın adı. Bütün imtahanlarda və ya hansısa bir imtahanda belə də tapa bilərsiniz bu uşağı. Bu axtarış bundan ötürədir. Bir də burada mühüm məsələlərdən birisi imtahanlar və statistika məsələsidir. Birinci imtahanlar məsələsində nə var? Məsələn, hal-hazırda aktiv olan imtahanımız var, silə bilirik. Ora əlavələr ola bilir. Burada əlavələrdə nə var? Birincisi, əgər bir otaq boşdursa, imtahan üçün ayırdığımız otaq boşdursa, bu otaqların geri qalanını silə bilirik. Əgər içində uşaq varsa, görürsünüz qarşısında sil yeri yoxdur. Burada çünki şagird var. Amma düzəliş eləyə bilirik. Məsələn, 30 nəfərlik otaqdır. Biz bunu 20 nəfərlik eləyə bilərik və ya artıra bilərik. Yəni otaqda düzəliş eləyə bilərik bu imtahan üçün. Və yaxud da bu imtahana otaq əlavə eləyə bilərik. Əllə də əlavə oluna bilər otaq. Buradan deyək ki, əllə daxil et deyərik. Əllə hansı binaya, hansı mərtəbəyə, hansı otağı əlavə edə bilərik. Və yaxud da kataloqdan seçək. Amma kataloqda görürsünüz, bu dəqiqə kataloqda heç nə yoxdur. Kataloqdan seçə bilmək üçün, məsələn, bu binalar yerində bura bir otaq əlavə edirik. Deyək ki, biz 3-cü mərtəbədə 3001-ci otağı əlavə eləmişəm. Deyək ki, 40 nəfərlik yeri var bu otağın. Amma fikir versinizsə, qeydiyyata gələndə mən bunu görə bilmirəm. 3-cü mərtəbə. Çünki mən bunu imtahana əlavə eləməmişəm. İmtahana əlavə eləmək üçün imtahan yerində biraz əvvəl göstərdiyim formada deyirəm ki, bura otaq əlavə et. Otaq əlavə etdi, görürsünüz, kataloq gəlir avtomatik zaten. 3001-ci otağı da əlavə elə dedikdə, artıq bura 3001-ci otaq 40 nəfərlik əlavə olunur. Boşdur və qeydiyyata da gəldikdə fikir verirsinizsə, qeydiyyat yerində artıq o 3001-ci otaq gəlmiş oldu. Yəni bu imtahan üçün bir bu var. İkinci imtahan bölməsində nə var? Deyək ki, biz kursumuzda kənardan qeydiyyatdan keçən şagirdlər, bir də kursumuzda uşaqlarımız var, öz uşaqlarımız. Bunları bir-bir karnet əlavə eləyəsi deyilik ki, yəni bir-bir əlavə elə o uşaqlara karnet çıxart deyil. Toplu idxal deyilən bir yer var. Burada bir şablon yaradır bizim üçün və Excel şablonu yaradır. Bu Excel şablonunda
Özü nümunə 3 dənə şagird göstərib. Təbii siz bunu silirsiniz, öz şagirdlərinizi yazırsınız. Məsələn, bu nümunə, mən elə bu nümunə üzərindən gedəcəm. Alt qrup deyək ki, yoxdur. R deyək ki, burada da yoxdur. Burada da RI dəyişiklik elədik. Telefon nömrəsinin eynisini kopyalayıram. Bu da kənar şagird olsun. Bir dənəsi kursdur, qalan kənardır. Şablonu doldurduqdan sonra gəlirəm bura, həmən şablonu import edirəm. Deyək ki, gəldim, bu downloadun içinə atmışdım mən bunu, daha sonra endirmişdi ora. Bu şablonu əlavə elədim. Əlavə eləyən kimi 3 dənə şagird tapıldı, adları ilə bir yerdə. Deyirəm ki, bu şablonu kurs uşaqlarını ya burada hamısına səb elə, hamısını ses verə bilərəm. Ya da deyərəm ki, kurs uşaqlarını bu 2 dənə otağın birində elə. Bunlarda yazma. 2 otağa optimal yerləşdir. Mən deyən kimi, bax, 3 şagirdi yerləşdirdi və sırf kurs şagirdlərini çap elə verə bilirəm. Məsələn, çap elə verdikdə artıq avtomatik surətdə bu uşaqların karneləri gəlmiş olur, sadəcə kurs. İmtahan hissəsində bir bu var. Yəni, bunları birbaşa çap eləyə bilirəm və fikir vermişsinizsə, loqolarımız avtomatik surətdə gəlir. Həm girişə, həm hər şeyə loqolar standartlarda avtomatik surətdə gəlmiş olur. Və yaxud da deyəm ki, imtahan yerinə qayıt deyirəm. Burada başqa bir şey də var. Ümumiyyətlə, karnelerin çapı var. Karnelerin çapı. Məsələn, hamısını çap eləyə bilərəm. Bütün otaqlardakı karneləri yazıb bir dəfəyə çap eləyə bilərəm. Sadəcə kurs şagirdləri, bayaqların fikir vermişdirsə, bu otaqlardan sadəcə kurs şagirdlərini tapacaq. Hansı ki, biz məsələn, hal-hazırda yoxdur dedi, o otaqlarda. Və yaxud da ancaq kənar şagirdlərini tap. Kənar şagirdlərin, üzr istəyirəm, otaq seçməmişik. Otaqların hamısını seç, sadəcə kənar şagirdlərini tap. Onların çap elə deyərəm. Yəni, bu uşaqlardan. Və bunlar bizim üçün, belə deyək də, əhəmiyyətli anlayışlardandır. Yəni, bizim deyək ki, karnelərimiz artıq hazırdır və imtahanlarımız da artıq hazırdır. Bu belə. Bir də statistika hissəsini göstərmək istəyirəm. İmtahanı seçdikdə bir ekranda bir statistika gəlir. Hal-hazırda cəmi 4 qeydiyyatımız var. Bu imtahan üçün 136 boş yerimiz var. 1%, yəni 1% nə deyir? Daha sonra bir dənə kişi, 3 dənə qadın var. 25%-in 75%-ə. Qrup üzrə birinci qrupdan 3 nəfər, ikinci qrupdan 2 nəfər, 1 nəfər var. Hər otaqda neçə faiz doludur, neçə faiz boşdur. İngilis dili neçə dənə var? Bunlar hansılardır? Fransız dili neçə dənə var? Bu formada statistika verir. Bir də belə bir statistika daha var. Excel-də statistika verə bilir bizə. Excel-i açdıqda avtomatik surətdə biz nə görürük? Fikir verirsiniz, A binası 1001-ci otaq, 1002-ci otaq, hansı otaqda heç nə şagird yoxdursa yazılı deyil. Digərlərdə də ümumi statistikanı görmüş oluruq. Fikir verirsinizsə və hər otağın da sonunda bizə kitabçaları yığmaq üçün lazım olur. İngilis dilindən bir dənə, 11-ci sinif İngilis dili bir dənə və 11-ci sinif birinci qrup bir şagird var. Digər otağa gəlirəm, burada heç kəs yoxdur. Burada artıq 10-cu sinif ikinci qrup bir şagird, 11-ci sinif birinci qrup bir şagird, fransız dili bir dənə 10-cu sinif və bir dənə də 11-ci sinif İngilis dili var. Bu formada binalar haqqında statistika və ümumi bir statistikanı da Excel şəklində verir. Yoldaşlar, mən sizə göstərmək istədiyim, tanış eləmək istədiyim proqram bundan ibarət idi. Bu proqramı kimsə almaq istəyərsə, əslində biraz əvvəl nömrəmi mən qeyd eləmişdim orada imtahan qeydiyyatı keçirərkən. Bir daha imtahan qeydiyyatı keçirərkən nömrəmi qeyd eləmişdim. Kimsə istəyərsə 271-75-40 valehlə əlaqə saxlaya bilər. İstəsəz bunu web səhifə olaraq bir dəfəlik internetə yerləşdirib bütün işlərinizi oradan da görə bilərsiniz və yaxud da kurs daxilində hansısa bir kompüterə yükləyib oradan da görə bilərsiniz. Satışını maraqlanan olarsa şəxsdən əlaqə saxlayar. Əslində, yəni çox baha bir qiymətə olmayacaq. Bunlar simvolik qiymətə satılacaq bir proqramdır. Əvvəlcədən hər birinizə təşəkkür edirəm.